Hello əzizlərim, necəsiz canlarım? Çayımızı gətirdik. Bunu yadımda deyil, hardan almışdım. Yaxşı bir mağazadan almışdım. Burası da qızıl rəngli. Neyse, ne söz. Azdadan dünən 6 manat 40 qəpiyə, 6 manat 50 qəpiyə, 150 qramı. Belə bir Dubai şokoladı almışam. Bir dəfə də bazar storda, həmişə bazar stora Ramstor demək istəyirəm. Çünki əvvəllər adı Ramstor idi. Neyse, bunu Azdadan almışdım. Obru Dubai şokoladı barədə YouTube'da və TikTok'da var deyim. Bunu çox tərifləyirlər. Dünənləri güclə tapdım bunu. Gördüyünüz kimi 2 dənədir. Özü dobra da ağırdır. Birini qoyaq. İndi sizinlə baxaq görək içi necədir. Üstündə də fıstıqlar var. Yəni fıstıq deyəndə ki püstələr. İçi dadına baxaq. Yaxşıdır. Hətta mən sizə deyim ki, bundan əvvəlki yediyim 13 manat almışdım da, ondan daha çox yaxşıdır. Restordan aldığımdan. Amma Aziyalarda tapmaq olmur. Hardasa axşamlar 5-dən sonra, çünki 5 üçün yeni məhsullar gəlir hər gün. Axşam 17 üçün. Ondan sonra tapa bilirsiniz. Onda bunu sevənlər gəlir, dərhal alır. Baxın da görün, hardan tapsaz. Məsləhət dedim. Və nəzərə alsaq 150 qramda belə. Yaxşıdır. O bursu neçə idi? 200 qram idi də. 13 manat. 150 idi. Bunun qiyməti də yaxşıdır. Dadı da yaxşıdır. İnşallah qismət olar, o fix yazılandan da yərik. Məndən bu qədər. Sizləri sevirəm. Mənə nuş olsun.